Salam dəyərli abituriyentlər, Güvən nəşriyyatın sonuncu sınağı olan 11-ci siniflər üçün birinci qrupların fizika suallarının həllinə baxaq. 31-ci sualda verilmiş kütləli ideal qaz üzərində aparılmış 1-2 və 2-3 prosesləri təsvir olunmuşdur. 2-3 prosesində qazın daxili enerjisinin dəyişməsi 60 kJ olarsa, 1-2 prosesində qazın gördüyü işi hesablayın, bölgülər arası məsafələri bərabərdir. Demək ki, məsələnin şərtinə görə 1-2 hissəsindəki iş bizdən soruşulur. Və deyir ki, 2-3 hissəsində qazın daxili enerjisinin dəyişməsi 60 kJ-dur. Baxırıq ki, 2-3 prosesi V oxuna perpendikulyar. Demək ki, 2-3 hissəsi izoxordur və sabit. İzoxor olduqda bilirik ki, qaz 2-3 hissəsində iş görə bilmir. Bu zaman deyəcəyik ki, delta U 2'də 3 və delta P-yə bərabərdir. 2-3 hissəsində qazın daxili enerjisinin dəyişməsi 60 kJ. Bu da 2'də 3. 2-3 hissəsinin təzyiqi baxırıq ki, P0-dan 3P0-a artıb, həcmi isə 4V0 qabaq. Yəni V-nin yerinə yazarıq 4V0. Təzyiq dəyişməsi isə 2P0. Bu 2 ilə bu 2-ni ixtisar eləsək, 3 ilə də 60 getsə, ən son aldıq ki, 20 kJ bərabərdir 4P0V0. 4-ü də ixtisar elədik, qaldı 5. Demək ki, P0V0 hasili 5 kJ bərabərdir. Məsələ bizdən qazın işini soruşur. 1-2 hissəsində yazıram ki, A'1-2 bərabərdir. Qazın iş düsturu P delta V bilirik. 1-2 hissəsinin təzyiqi P0 qədər. Həcmi isə V0-dan 4V0-a artıb. Yəni, fərqi olacaq nə qədər? 3V0. Yəni olacaq 3P0V0. Burada yazdığımıza görə P0V0 hasili 5 kJ oldusa, qaz burada 15 kJ iş görmüş olur. Yəni D bəndi. 32-ci sualda sabit həcmdə doyan buxarın kütləsinin mütləq temperaturdan asılı qrafiki hansıdır? Bilirik ki, sabit həcmdə doyan buxarın təzyiqi və sıxlığı onun temperaturundan belə bir asıllıq var. V konstant olduqda. Bizə deyərik ki, M bərabər ρV düsturuna görə V'nin sabit qiymətində M ρ-dan düz asılıdır. R'nun T'dən asıllığı necədirsə, M-in T'dən də asıllığı həmin cür olmalıdır. Biz də ona uyğun olaraq C bəndini deyə bilərik. 33-cü sualda kondensator batareyasının ümumi tutunu hesablayın. Şəkli biraz daha sadələşdirmək istəsək, baxırıq burada C1 18 mikrofarad, C2 və C3 bir-birinə paralel, C2 və C3 bir-birinə paralel, C4 isə yenə onlara ardıcıl kondensatorları görürük. C2'nin qiyməti 6, C3'ün qiyməti 12, C4'ün qiyməti də yenə 18'dir. Paralel birləşmədə kondensatorların tutumları toplandığından son olaraq deyərik ki, C2 və C3 də bizə 18 verəcək. Yəni 3 dənə kondensator ardıcıl birləşmiş və hamısının tutumu 18 mikrofaraddır. Eyni tutumlu kondensator ardıcıl birləşərsə, C ardıcıl bərabərdir. C böl N ifadəsindən 18'i 3'ə bölərik, olar 6 mikrofarad. Yəni 33-cü sualda doğru cavab A bəndi. 34-cü sualda açar bağlı olduqda voltmetr 16 volt,
Mənbəyin fiyəsi 80% olarsa, açar açıq olduqda voltmetrin göstərişini müəyyən edin. Bilirik ki, qapalı dövrədə açarın açıq halında voltmetrin göstərişi EHG, açarın qapalı halında isə voltmetrin göstərişi potensialları fərqinə bərabərdir. Və məsələnin şərtinə görə açar bağlı olduqda voltmetrin göstərişi, yəni potensialları fərqi 16 volt imiş. Fiyəni verib 80%, bizdən EHG-ni soruşur. Biz deyirik ki, fiyə U bölünsün epsilon vur 100% ifadəsindən hər tərəfi 100-ə bölsək 0,8 bərabərdir. 16 böl epsilon. Epsilon da bərabərdir 16 bölü 0,8, yəni 160 bölü 8 deyir nə qədər? 20 volt. Doğru cavab B bəndi. 35-ci sualda bir cis maqnit sahəsində göstərilmiş istiqamətlərdə daxil olan protonlara təsir edən Lorentz qüvvəsinin qiymətləri arasındakı doğru münasibəti müəyyən edin, sürətləri eynidir. Bilirik ki, Lorentz qüvvəsi yüklü zərrəciklərə maqnit sahəsində təsir edən qüvvədir. QVB sinus alfaya bərabərdir. Məsələnin şərtinə görə protonlar dediyi üçün hamısının yüklərinin qiyməti işarəsi eynidir. Məsələnin şərtinə görə sürətləri də eynidir. Və hər 3 zərrəcik eyni maqnit sahəsində B-də eynidir. Qaldı sinus alfanın bu qiyməti. Birinci şəkildə baxırıq ki, alfa 1 90 dərəcədir. Çünki maqnit sahəsində perpendikulyar daxil olub. Bu zaman F Lorentz 1 olacaq QVB. İkinci şəkildə baxırıq ki, alfa 2 iti bucaqdır. Bu zaman F Lorentz 2 olacaq birincidən kiçik QVB sinus alfa. Üçüncü şəkildə baxırıq ki, alfa, yəni yüklü zərrəciyin hərəkət istiqaməti induksiya xətləri ilə eynidir, 0 dərəcədir. Bu zaman sinus 0-da 0 aldığı üçün F Lorentz 3 0-a bərabərdir. Yəni bu zərrəciyə qüvvə təsir etmir. Biz də deyərik ki, F Lorentz 1 böyükdür 2-dən, 3 də 0-a bərabərdir. Doğru cavab A bəndi. 36-cı sualda qapalı keçirici konturda yaranan induksiya EHG-nin zamandan asılı qrafiki verilmişdir. 3-cü saniyənin sonunda konturla hüdudlanmış səthdən keçən maqnit hissəli 20 mV olarsa, başlanğıc anda konturda keçən maqnit hissəlini hesablayın. Elektromaqnit induksiya qanunundan bilirik ki, epsilon i bərabərdir mənfi delta fi bölünsün delta t ifadəsinə əsasən biz buradan delta fi'ni tapsaq olacaq epsilon i delta t. Yəni qrafikdən delta fi'ni tapmaq istəsək, qrafiklə düsturumuz üst-üstə düşmədiyi üçün buradakı S fiqur elə delta fi'yə bərabərdir. Fiqurumuz üçbucaq olduğundan 2-də AH. 3 vur 6, 18 elədi neçə? 9 volt. Demək ki, məsələnin şərtinə əsasən, üzr istəyirəm, volt olmaz bu. 9 Weber. Milli Weber. Dəyişməsi 9-dursa, bu da bilirik ki, fi minus fi 0-dır. 9 bərabərdir. Fiyə verib 20, fi 0-ı, yəni başlanğıcı bizdən soruşur. Fi 0-da nə qədər olar? 29 milli Weber. 37-ci sualda ipdən M kütləli mənfi yüklü zörəcik intensivliyi modulu E olan bir cis elektrik sahəsində tarazlıqdadır. Tarazlıqdadır deyirsə, bu kürəciyi bilirik ki, aşağı ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi ipi yükü aşağı dartdığı üçün ip də gərilmə əmələ gəlir. Gərilməni mg əmələ gətirdi. Burada deyir ki, mənfi yüklü zərrəcik. Mənfi yüklü zərrəciyə təsir edən qüvvə intensivliyə əks yönəlir. F Coulomb.
Kolon mg ilə eyni istiqamətli olduğu üçün gərilməni artırır. O zaman gərilmə mg plus f kolon qədərdir. Məsələ bizdən soruşur ki, ipdə yaranan gərilmə qüvvəsi ağırlıq qüvvəsindən 3 dəfə çox olarsa, gərilmə ağırlıqdan 3 dəfə çox olarsa, kürəciyin yükünün modulu hansı ifadə ilə təyin olunar? Demək, T-nin yerinə biz 3 mg plus kolonun da yerinə QE yazsaq, 2 mg bərabərdir QE-yə. Buradan Q'nu tapdıq ki, 2 mg bölünsün E-yə bərabər olar. O da uyğun gəlir A bəndinə. Değerli şagirdlər, burada delta fi bərabərdir 9, o da bərabər fi minus fi 0. Delta fi'ye yuxarıdakı fiqur sahəsindən 9, 20 minus fi 0, fi 0'a 29 yazmışıq. Təbii ki, bu fi 0 bərabərdir 20 minus 9, yəni fi 0 bərabər 11 olacaq. Doğru cavab D bəndidir. 38-ci sualda Newton-metr bölünsün Weber hansı fizik əməliyyatın vahidinə uyğundur? Newton-metr bildiki jouldur. Weber də fi'nin vahididir. Yəni maqnit sahəsinin enerji düsturundan Wm bərabərdir fi i bölünsün 2 yazsaq, i bərabərdir 2w bölünsün fi. Yəni görünür ki, bu amperə cərəyan şiddətinin vahidinə uyğun gələr. Doğru cavab E bəndi. 39-cu sualda dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğasdan keçən cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Daha doğrusu hansıdır? Baxırıq ki, dəyişən cərəyan dövrəsində gərginlik U bərabərdir. Uyem sinus kosinus omega t qanunundan dəyişir. Və biz burada bir sarğac görürük. İnduktivliyi də L olsun. Sarğac olan dövrədə bilirik ki, cərəyan şiddətinin rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yəni, qısacası, gərginlikdən alınan törəmə hesabına, yəni öz-özünə induksiya hesabına alınan törəmə hesabına cərəyan şiddəti rəqsləri təyin etmək mümkündür. U bərabərdir mənfi epsilon i. O da bərabər olacaq mənfi. Epsilon i-nin yerində nə var idi? Mənfi L i iştirik T. Mənfiləri də bir-birinə vursaq, U, L, i iştirik T'yə bərabərdir. Yəni, U-nu tapmaq üçün biz i-dən törəmə almalıyıq. İndi baxırıq ki, burada U müsbət kosinusdur. U müsbət kosinusdursa, demək ki, i-dən də i müsbət sinusoid imiş ki, törəməsi də müsbət kosinusoid verib. Yəni, müsbət sinusoid uyğun cavab gələcək A bəndi. 39-u dedik. 40-cı sualda sərbəst elektromagnet rəqslərinin alındığı qurğu hansıdır? Elektromagnet rəqsləri bilirik ki, rəqs konturunda, yəni sarğacdan və kondensatordan ibarət bu sistemdə alınır. Doğru variant olar E bəndi. 41-ci sualda proton və neutron üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Elektroneytral zərrəcikdir. Neytral zərrəcik bilirik ki, neutrondur. Nüvənin təşkil olunduğu zərrəcikdir. Proton və neutron nüvə zərrəcikləridir. Üçüncü mülahizədə deyir ki, 1U və 2D kvarkından ibarətdir. Bu uyğun gəlir neytrona. 2U və 1D kvarkından ibarətdir. Bu protona uyğundur. Yaşama müddətinə görə daha dayanıqlı zərrəcikdir. Dayanıqlı zərrəcik deyirsə, bu da protona uyğundur. Yəni 45-13-2. 45-13-2. Harada, hansı bənddə görürük? Demək, uyğun variant olacaq D bəndi. 42-ci sualda
Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin 5-ci saniyənin sonunda sürətinin modulu 10 metr saniyə olmuşdur. İlk 4 saniyə ərzində bu cismin getdiyi yolu hesablayın. Sükunətdən hərəkətə başlayıb deyirsə, V0 yoxdur. 5-ci saniyənin sonunda son sürəti 10'dur. İlk 4 saniyə ərzində bu cismin getdiyi yolu hesablayın. Biz deyərik ki, V5 bərabərdir A vurulsun T5. Yəni, sürəti 10 olanda təcilini tapırıq ki, oldu 2. Bu cisim bərabər təcilli hərəkət etdiyi üçün bütün saniyələrdə təcili eyni olacaq. Təcili tapdıq 2. Bizə deyir ki, ilk 4 saniyə ərzində bu cismin getdiyi yolu tapın. S4 bərabərdir AT4 kvadratı bölünsün 2. 2 də təcili 2. Zaman verib 4 saniyə, kvadratı 16. Demək ki, bu cisim 4 saniyədə 16 metr yol. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin radius vektorunun dönmə bucağının zamandan asırılıq tənliyi fi bərabərdir 12 plus 18t. Yəni, bildiyimiz kimi bu fi bərabərdir fi 0 plus omega t şəklindədir. Maddi nöqtənin dövrətmə tezliyini hesablayın. Bu düsturu bu tənliklə müqayisə eləsək, baxırıq ki, omega 18 radian böl saniyə bərabərdir. Biz də bilirik ki, omega eyni zamanda 2 pi n'dir. N də bərabər olacaq 18 bölünsün 2 pi. Məsələdə pi'yə 3 verib. 18'i də 6'ya böldük. Elədi 3 saniyə üstü mənfi 1. 44-cü sualda iplə bağlanmış hamar üfüqi müstəvi üzərindəki tirciklər F qüvvəsinin təsiri altında düz xətli bərabər təcilli hərəkət etdirilir. Dartı qüvvəsi 6 Newton olarsa, ipdə yaranan gərilmə qüvvəsini bizdən soruşur. Bilirik ki, F qüvvəsi həm 2 kiloqramlıq yükü, həm sondakı 2 və üzərindəki 1 kiloqramlıq yükü A təcili ilə sağa doğru hərəkət etdirir. 2 dənə 2 kiloqramlıq yük arasındakı ipin gərilməsinə səbəb sondakı 2 və 1 kiloqramlıq yüklər olduğuna görə Newtonun ikinci qanunundan biz belə yaza bilərik ki, T bərabərdir 2 plus 2 plus 1 vurulsun A təcilindən bu yükləri hərəkət etdirir. Daha doğrusu bu T deyil, F'dir. T gərilmənin yaranmasına səbəb isə 2 və 1 kiloqramlıq, yəni sondakı yüklərdir. Və bir-birinə iplə bağlı olduğu üçün sürətləri və təcilləri və sürət dəyişmələri eynidir. Tərəf-tərəfə nisbət yazsaq, A'lar gedər. F'in 6 Newton olduğunu məsələ bizə verib, T'ni bilmirik. Yuxarı elədi 5, bura elədi 3. Buradan deyə bilərik ki, T bərabərdir 3 vur 6 bölünsün 5. Bu deyir 0,6, daha doğrusu 0,6'nı da 6'ya vurduq. 3,6 Newton E bəndi. 45-ci sualda üfüqi səth üzərindəki cisimlərin hər birinə modulları eyni, istiqamətləri fərqli olan F qüvvəsi təsir edir. Cisimlər sükunətdə olarsa, onlara təsir edən sükunət sürtünmə qüvvəsinin və təzyiq qüvvəsinin modullar arasındakı hansı münasibət doğrudur bizdən soruşur. Soldakı şəkilə baxırıq ki, bu F qüvvəsi üfüqlə bucağı əmələ gətirir. Bu qüvvənin iki qolu var. Biri Fx qolu, biri Fy qolu. Fx qolu dartı qüvvəsi rolunu oynayıb bu cismi sağa doğru dartır. Cisim hərəkətə gələ bilmirsə, demək ki, dartı qüvvəsinin əksinə sükunət sürtünmə yönəlir. F sükunət 1. Eyni ilə burada da deyə bilərik ki, F qüvvəsi üfüqlə bucağı əmələ gətirir. Bunun iki qolu var. Biri Fx qolu, biri Fy qolu. Fx qolu burada da dartı qüvvəsi rolunu oynayır. Cismi sola doğru Fx qolu itələyir. Amma bu cisim yenə hərəkətə gəlmirsə, demək ki, dartının əksinə F sükunət yönələcək. Buna da F sükunət 2 deyək.
Baxırıq ki, hər ikisinin üfüqlə əmələ gətirdiyi bucaq eynidir. O zaman deyərik ki, f sükunət 1 bərabərdir f dartı, yəni fx f kosinus alfa. F sükunət 2 bərabər f dartı bərabər fx f kosinus alfa. Qüvvələr eyni, meyl bucaqları eynidir. Demək ki, sükunət sürtünmə qüvvələri qiymətcə bərabərdir. 2 mülahizəsi. Birinci şəkildə baxırıq ki, FY cismi yuxarı qaldırmağa çalışır. Bu cismi aşağı mg ağırlıq və sətin reaksiya qüvvəsini baxsaq, buna N1 deyək. Birinci şəkil üçün deyərik ki, FY yuxarı qaldırdığı üçün olacaq mg minus FY. İkinci şəkildə isə FY cismi aşağı sıxır. Yəni, təzyiqi reaksiyanı artırır. O zaman ikinci şəkil üçün deyərik ki, mg plus fy. Bu mülahizədən də baxırıq ki, n2 böyükdür n1-dən. Yəni, f təzyiq 2 böyükdür, f təzyiq 1. Təzyiq 2-nin təzyiq 1-dən böyük olduğu 4 mülahizəsi. 2, 4 doğru cavab olar B bənd. 46-cı sualda verilmiş kütləli iki cisim arasındakı qravitasiya cazibə qüvvəsinin onların mərkəzləri arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Bilirik ki, F iki nöqtəvi yükün cazibə qüvvəsi M1, M2 bölünsün R kvadratı. F qravitasiya cazibə qüvvəsi onların aralarındakı məsafə ilə, mərkəzlərindəki məsafə ilə tərs mütənasib asılıdır. Doğru cavab olacaq A bəndi. 47-ci sualda cismə təsir edən modulca bərabər 3 qüvvənin qüvvə momentləri arasındakı hansı münasibət doğrudur? O nöqtəsi cismin kütlə mərkəzidir. Şəkildən gördüyümüz kimi F2 qüvvəsinin uzantısı ağırlıq mərkəzindən keçir. Demək ki, F2 qüvvəsinin momenti 0-a bərabər olacaq. Çünki qolu 0-a bərabərdir. F3 qüvvəsi cismi şaqulu yuxarı, yəni saat əqrəbinin əks istiqamətində hərəkət etdirməyə çalışanda bu nöqtə olur onun dayaq nöqtəsi. Qolu olur 1, 2, 3, 4 bölgü. Demək ki, D3, 4 olduğuna görə M3 bərabərdir F3, D3. Qüvvələr eyni olduğundan F vurulsun 4. F1 qüvvəsi bu istiqamətdə aşağı çəkəndə bu nöqtə olacaq onun dayaq nöqtəsi. Demək ki, dayaq nöqtəsi ilə qüvvənin təsir xətti arasındakı məsafədə 2 bölgü D2 olsa, M1 bərabərdir F1 vur D1. Bu da olacaq F vurulsun 2. Gördüyümüz kimi M3 2 M1-ə bərabərdir. M2 də 0-a bərabər olur. Yəni, M3 bərabər 2 M1, M2 də bərabər 0 B bəndi olar. 48-ci sualda elastik deformasiya halında verilmiş yayın mütləq uzanmasının onun potensial enerjisindən asılılıq qrafiki hansıdır? Deformasiya olunmuş yayın potensial enerjisi Y potensial bərabərdir Kx kvadratı bölünsün 2. Buradan X'i tapsaq, X bərabərdir. X bərabər kök altında 2Y potensial bölünsün K. Verilmiş yay dediyinə görə K sabitdir. X potensial enerjindən kök altı asılı olar. 49-cu sualda 50 Newton dartı qüvvəsinin təsiri altında düz xətlə hərəkət edən 4 kiloqram kütləli cismin sürətinin modulunun zamandan asılı qrafik verilmişdir. İlk 4 saniyə ərzində sürtünmə qüvvəsinin gördüyü işi hesablayın. Sürət qrafikinə baxırıq ki, cisim bərabər yavaşayan hərəkət edir. Bərabər yavaşayan hərəkət etməsinə səbəb odur ki, sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Dartı qüvvəsinin 50 Newton olduğunu görürük. Demək ki, biz burada yaza bilərik ki, MA bərabərdir F sürtünmə çıx F dartı. Yəni, böyük qüvvədən kiçik qüvvəni çıxaraq əvəzləyicini taparıq. V0-ın 20, V-nin 0 olduğunu görürük.
A da bərabərdir V minus V0 bölünsün T desək. Təcili oldu -5. Kütləsi 4 kiloqram. Təcili 5'dir. Sürtünməni bilmirik. Dartı 50'dir. Buradan sürtünmə qüvvəsinin 70 Newton olduğunu tapdıq. Məsələ bizdən sürtünmə qüvvəsinin 4 saniyə ərzində gördüyü işi soruşur. Sürtünmə qüvvəsinin gördüyü iş -F sürtünmə vur S. O da bərabərdir mənfi. Sürtünmə qüvvəsinə biz 70 Newton tapmışıq. S bunun yer dəyişməsi. Bu cisim bərabər yavaşlayan hərəkət etdiyi üçün deyə bilərik ki, V plus V0 bölü 2 vur T. -70. Son sürəti yoxdur. Başlanğıcı 20 bölü 2 vur 4. 10 elədi. 40'ı da 4'ə vursaq, eləyər nə qədər? Daha doğrusu 40'ı da 70'ə vursaq, -2800 joule, -2,8 kilojoule. Bizdən modulunu soruşur. Ona görə uyğun cavab D bəndə olur. 50-ci sualda B kənar vəziyyətindən hərəkətə başlayan rəqs periodu 8 saniyə olan ipli rəqqas ilk 63 saniyə ərzində o tarazlıq vəziyyətindən neçə dəfə keçər? Bilirik ki, B'dən O'ya 2 saniyə, O'dan A'ya 2 saniyə, yenidən A'dan O'ya 2, O'dan B'yə 2. Keçəndə 8 saniyə tamamlanır. Tutaq ki, 64 saniyə götürsək, 64 saniyədə bu B nöqtəsindən A nöqtəsinə neçə dəfə? Hər period ərzində 2 dəfə keçsə 16 dəfə keçməlidir. 63-cü saniyədə artıq bu O nöqtəsindən B-yə doğru getməlidir. Təxminən 63-cü saniyə bu nöqtələrdir, yəni bu nöqtə. 63-cü saniyədə bu cisim, yəni maddi nöqtə bu istiqamətdə B-yə doğru gedir, yəni O nöqtəsini keçmiş olur. Bu deməkdir ki, hər periodda 2 dəfə O nöqtəsini keçdiyinə görə 16 dəfə keçir. Yəni 63-cü saniyə O nöqtəsini keçib, 62-də keçib, 63-də OB arasındadır. 64-cü saniyədə B nöqtəsinə çatacaq. Yəni 16 dəfə. 51-ci sualda suda tam batmış 5 kiloqram kütləli cismin sıxışdırıb çıxardığı suyun həcmi 3 litr olarsa, bilirik ki, cismin batan hissəsinin həcmi qədər maye sıxışdırıb çıxarır. Burada tam batmış deyirsə, demək ki, tam batmış cismin elə öz həcmi sıxışdırılıb çıxarılan mayenin həcminə bərabərdir. Bu da məsələnin şərtinə görə 3 litr imiş. Cismin kütləsi də 5 kiloqramdır. Bu cismin sudakı çəkisini hesablayın. Cismin mayedəki çəkisi mg minus f Arximedə bərabərdir. Biz də deyə bilərik ki, kütləsi 5, yəni 50 Newton, ağırlıq qüvvəsi. Arximed də Rho maye və cisim J'yə bərabərdir. Maye sudur 10^3. Cismin həcmi 3 litr. Tam batmış cisim sıxışdırılan mayenin həcminə bərabər. Litri də kub metrə çevirdik. 3(10^-3), J də 10. -3 ilə -3 getsə oldu Arximedi 30. 50 çıx 30 eləyər 20 Newton. Mayedəki çəki. 52-ci sualda hansı fiziki kəmiyyətin vahidi BS-də əsas vahiddir? Əsas vahidləri bilirik ki, kiloqram, metr, saniyə, mol, kelvin, amper, kandeladır. Baxırıq ki, maddə miqdarının vahidi mol var, temperaturun vahidi kelvin var. Konsentrasiya 1/kub metrdir, kinetik enerji jouldur, molyar kütlədə kiloqram bölü moldur. O zaman doğru vahid olacaq 2 və 3. Yalnız A bəndə. 53-cü sualda
Saxlayıcı gərginliyin udulan fotonun enerjisindən asılı qrafik verilmişdir. K nöqtəsinə uyğun saxlayıcı gərginliyi hesablayın. Demək ki, buna U saxlayıcı 1 desək, buna da E foton 1 desək, bu nöqtə təbii ki olacaq A çıxış işinə uyğun. Einstein tənliyinə görə deyirik ki, udulan fotonun enerjisi çıxış işi ilə EU saxlayıcı, yəni maksimal kinetik enerji hasilinə bərabərdir. O zaman deyərik ki, 8 bərabərdir A çıxış plus 5. Buradan taparıq ki, A çıxış oldu 3 elektron volt. Bilik ki, çıxış işi udulan fotonun enerjisindən asılı deyil, yalnız maddənin növündən asılıdır. Hər iki hal üçün sabitdir. O zaman E foton 2 15 elektron volt bərabərdir. 3 elektron volt plus EU saxlayıcı 2. Buradan deyərik ki, U saxlayıcı 2 bərabərdir. 15 minus 3 bölünsün E. Bu da eləyəcək 12 elektron volt bölünsün elementar yük. U saxlayıcı 2'ye tapdıq 12 volt. Dördüncü sualda ağ ışıq şüasının şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan ikisi göstərilmişdir. Bu şüaların dalğa uzunluqları və prizma maddəsinin bu şüalar üçün sındırma əmsalları arasında hansı münasibət doğrudur? Baxırıq ki, prizma maddəsi ağ ışıq keçərkən iki şüasını ən çox sındırıb, yəni düz xətli yayılmasını görsək, ona nəzərən ən çox sınan şüa hansıdır? 2 şüası. Demək ki, buradan N2 böyükdür, N1 deyə bilərik. Dalğa uzunluğu da sındırma əmsalından tərs mütənasib asılı olduğu üçün, yəni lambda 1'in lambda 2'ye nisbəti, N2'nin N1'e nisbəti. Sındırma əmsalı çox olan mühitdə dalğa uzunluğu daha az olar. Deyərik ki, lambda 1 böyükdür, lambda 2. N2 böyükdür, N1 6 mülahizəsi. Lambda 1 böyükdür, lambda 2 1 mülahizəsi doğru. 55-ci sualda açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Elektrik cərəyanı elektronların müsbət və mənfi iyonların nizamlı hərəkətidir. Təbii ki, bilirik ki, bu qazlara xasdır. Bura uyğun gəldi 5. Elektrik cərəyanı müsbət və mənfi iyonların nizamlı hərəkətidir. Bu elektrolitlərə uyğundur. Elektrik cərəyanı sərbəst elektronların nizamlı hərəkətinin nəticəsidir. Sərbəst elektronlar həm vakuumda, həm də metallarda olduğu. Burada vakuum yoxdur. Demək ki, bura uyğun gələcək 2. Temperatur artdıqca metal naqilin müqaviməti xətti artır. Hansı düsturdan? R bərabərdir R0 1 plus alfa T düsturudur ki, burada alfa müsbətdir. Demək ki, metal naqilin müqaviməti artır 1. Elektronun müqaviməti də yenə həmin düsturla hərəkət edə bilərik, amma burada alfa mənfidir. Demək ki, bu alfa mənfi olduğu üçün xəttə azalan olacaq. Burada olacaq nə? Azalır. Ardıcıllığa baxsaq 5, 4, 2, 1, 3. 56'da qaydan və sınan şüalar arasındakı bucaq 90 dərəcə olarsa, düşmə bucağını hesablayın. Baxırıq ki, bu düşən şüadır. Bura düşmə bucağı alfadır. Məsələ bizdən bunu soruşur. Hansı bucaqla düşübsə, həmin bucaqla qayıtmalıdır. Qayıtma qanunu əsasən. Buna deyərik nə? Qamma qayıtma bucağı. Məsələnin şərtinə görə qaydan və sınan şüalar arasındakı bucaq 90 dərəcə imiş. Qayıtma qanununa görə bilirik ki, alfa qammaya bərabərdir. Məsələnin şərtinə görə qaydan şüa ilə sınan şüa arasındakı bucaq 90 dərəcədir.
Bu hissəyə, daha doğrusu, qırmızı rənglə göstərdiyimiz hissə açıq bucaq 180 dərəcə olduğuna görə deyərik ki, 180 bərabərdir. Burada nə görürük? Bu hissənin alfa olduğunu, plus, bura gamma, alfa da gammaya bərabərdir. Burada alfa deyərik, plus, qaydan şua ilə sının arasındakı bucaq 90-dır. Qırıq-qırıq xət hissəsi 10 dərəcəni çıxsaq, yerdə qalacaq nə qədər? 80. 180 minus 80 bərabər 2 alfa. Yəni 2 alfa 100 dərəcə. Alfa oldu nə qədər? 50 dərəcə. 57-ci suala baxaq. Şəkil müstəvisinə perpendikulyar istiqamətdə yerləşmiş sonsuz uzun cərəyanlı naqillərin en kəsikləri təsvir edilmişdir. Bizdən soruşur ki, birinci cərəyanlı naqilə, ikinci cərəyanlı naqilə, üçüncü cərəyanlı naqilə təsir edən amper qüvvələrinin əvəzləyicisinin istiqamətini müəyyən edin. Paralel yönəlmiş naqillərdən axan cərəyanlar eyni istiqamətli olursa bir-birini cəzb, əks olursa bir-birini itələmə qüvvələri təsir edir demişdik. Bir naqil ilə iki arasındakı cazibə qüvvəsi göründüyü kimi bu istiqamətdə olacaq. Çünki eyni istiqamətlidirlər, bir-birini eyni qüvvə ilə cəzb edir. 1 və 3 əks istiqamətlidir, bir-birini itələyər. 2 və 3 də əks istiqamətlidir, bir-birini itələyər. O zaman deyə bilərik ki, 3 naqilinə təsir edən qüvvələrin əvəzləyicisi aşağı, F3 əvəzləyici. Baxırıq ki, E bəndinə uyğun gəlir. 2 naqilinə təsir edən əvəzləyici qüvvə paralleloqram qaydasından bu istiqamətə, F2 əvəzləyici. Baxırıq ki, A bəndinə uyğun gəlir. 1-ə uyğun gələn əvəzləyici qüvvə bu istiqamətə, F1 əvəzləyici. Bu da D bəndinə uyğun gəlir. 58-ci sualda başlanğıc halda sükunətdə olan 2 ton kütləli avtomobilə təsir edən qüvvələrin əvəzləyicisinin X ox üzrə proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Əvəzləyici qüvvənin digər oxlar üzrə proyeksiyası sıfıra bərabərdir. İlk 30 saniyə ərzində avtomobilin impulsunun modulunun zamandan asılı qrafikini çəkin. Əvəzləyicinin MA düsturuna əsasən deyə bilərik ki, əvəzləyici qüvvə hər zaman təcildən düz asılıdır. Bu qrafiki elə biz təcil qrafiki kimi götürə bilərik. Sadəcə qiymətləri fərqli olacaq. Demək ki, başlanğıc sürəti 0 olduğu üçün birinci halda bunun sürət düsturu olacaq V bərabər AT. V1 deyək. Buradan onun elə qrafikini çəksək, birinci hissəsi gördüyümüz kimi bu cür olacaq. Təcili müsbət olduğu üçün. A1 müsbət. İkinci hissəyə baxırıq. A2 sıfıra bərabərdir. Birinci hissənin son sürəti ikincinin başlanğıcı. Bərabər. Təcili də sıfır olduğu üçün bərabər sürətli hərəkət olar. İkinci hissənin son sürəti üçüncünün başlanğıcı və A3 təcili mənfidir və sabitdir. Demək ki, X ox istiqamətində yavaşlayan. Bu olar bunun təcil sürət zaman qrafiki. Məsələdə bizdən impulsunun modulunun zamandan asılı qrafikini soruşur. Uyğun düsturlar ilə cavabınızı əsaslandırın deyir. Biz də deyirik ki, P bərabər MV düsturuna əsasən PV-dən düz asılıdır. Qrafikləri hər zaman formaca eynidir. Qrafiki də eynisidir. Artıq qiymətlərini yazmadım. Keçdik 59-cu suala. Cismi linzadan uzaqlaşdırdıqda onun xəyalının ölçüsü 59-cu sualda cismi linzadan uzaqlaşdırdıqda onun xəyalının ölçüsü və yeri necə dəyişər? Bir üsul belə deyə bilərik ki, cismi A nöqtəsindən B nöqtəsinə gətirsək, yenə paralel gələn şua sındıqdan sonra uzantısı fokusda kəsişir. Bu fokusa dedik möfomi fokus. Digər isə optik mərkəzdən keçən şua sınmadan keçir. Baxırıq ki, cisim linzadan uzaqlaşır. Digər yol nə edə bilərik?
Mənfi 1 bölü f bərabərdir. 1 bölü d minus 1 bölü f. Şəkildən gördüyümüz kimi, məsələnin verdiyi şərtə görə linzanın fokus məsafəsi 2 bölgüdür. Yəni 1 bölü 2. Cisim özü əvvəlki yerində A nöqtəsində linzadan 3 bölgü məsafədədir. 1 bölü f1 deyək. Buradan f1'i tapırıq. Eyni qayda ilə mənfi 1 bölü linzanın fokus məsafəsi dəyişmir 2. Cismi B nöqtəsinə gətirəndə biz onu 4 qəbul elədik. Minus 1 bölü f2. Buradan da f2'ni tapsaq, f2 ilə f1'i müqayisə eləsək, baxacaq ki, cisim fokus məsafəsi daha doğrusu linzadan uzaqlaşır. Yəni fokus məsafəsi və cisim məsafəsinin nisbətindən də böyütməyə görə ölçülərin necə dəyişdiyini görə bilərik. 60-cı sualda kütləsi 480 mg olan radioaktiv maddənin yarım çevrilmə periodu, yəni müddəti 8 sutkadır böyük T, 24 sutka ərzində radioaktiv çevrilməyə məruz qalan maddənin kütləsini soruşur. Yəni parçalanan ifadəmiz bu olacaq. Delta M 480 1 minus 1 üstü bölünsün 2 üstü 24 bölü 8. Yəni delta M bərabərdir 480 3 2 üstü 3 8 8'də 1 birdən də 8'də 1 çıxdıq 8'də 7. Deyəcək isə 420 milligram. Dördüncü qrup 11-ci sinif B variantına görə 88-ci sualda. Bayaq bu sualı biz birinci qruplarda gördük. Deyir ki, zaman intervallarına uyğun təcilinin qiyməti göstərilməklə ilk 30 saniyə ərzində avtomobil necə hərəkət etdiyini yazın. Bayaq birinci qruplarda qurmuşduq. Yenə eyni sürət qrafikini çəkirik. Sükunətdən hərəkətə başladı. Yəni yeyinləşən ilk 10 saniyədə. Sonraki 10 saniyə bərabər sürətli. Sonraki 10 saniyə bərabər yavaşlayan. Təcilinin qiyməti göstərilməklə deyir. Təbiidir ki, burada əvəzləyici qüvvəsi 6-dırsa, həmin F bərabər M ad üstündən A bərabər F bölü M kimi yaza bilərik. Bu oldu onun sürət zaman qrafikinə görə 30 saniyədə hərəkət növü. İlk 10 saniyə yeyinləşən, sonraki 10 saniyə bərabər sürətli, son 10 saniyə isə bərabər yavaşlayan hərəkət edir. 89'da ilk 30 saniyə ərzində avtomobilin impulsunun modulunun zamandan asılı qrafikini çəkin. P bərabər MV-yə görə elə PT qrafiki onun eynisidir. 20-ci saniyənin sonunda avtomobilin kinetik enerjisini hesablayın. Bu nöqtədə, yəni burada sürət düsturu olacaq V1 AT. A-nı bilmiriksə yerinə F bölü M yaza bilirik. Yəni T-də 20 soruşur. 10 saniyə baxaq. 20-ci saniyədə elə son sürət V2 ilə V1-ə bərabərdir. Biz də 20-ci saniyədəki kinetik enerji YK2 olacaq MV2 kvadratı bölünsün 2. Buradan təcili tapsaq A1 deyək. F1 bölü M 6 kilo 2 ton. Təcil oldu necə? 3. V1 bərabər AT1 düsturundan 3. T'də 10 saniyə olanda olur 30. Bərabər sürət olduğu üçün belə V2'yə bərabərdir. Kütləsi 2 ton. 2 10 üstü 3. Sürətə tapdıq 30. Kvadratı 900 böl 2. Bu da eləyər 900 kilojoule.